Gençler, hər vaxtınız xeyir olsun. Mən Xəyalə. Bugün mənimlə birlikdə Dəmir Yolu Muzeyinə gedirik. Uzun müddətdir diqqətimdədir, nəzərimdədir getmək. Lakin ayın oktyabr ayının müəyyən günlərində bura qeyd edəcəm. Giriş ödənişsiz olduğu üçün istədim ki, o muzeyi ziyarət edim və mənim də çox gözəl təcrübələrim olsun. Bu təcrübələri də sizinlə bu videoda bölüşəcəm. Getmək istəyən hər kəs qeyd etdiyim tarix aralığında gedə bilər. Üzlərimi çox gözəl şəkildə sağaltmışam. Sadəcə biraz ləkələr qalıb. Ona görə də artıq makiyajdan istifadə etmirəm gündəlik olaraq. Sadəcə nəmləndirici və günəş kremindən istifadə edirəm. Bunun üçün də makiyajsız olsaq belə çox rahat və çox üzvlərimiz sağlam şəkildə günə davam edəcəyik. Stradivarius'a yeni kolleksiyaya nəzər yetirməyə. Burada isə çox gözəl bir stend görürəm. Bu arada bunlar çox rahatdılar, hədsiz. Baza qardırobumun əsas məhsuludur. Süperdir. Buna baxıram. Bu düşük qollar həmişə çiyin xəttini itirir və belə qalır. Və gəlib çatırıq Azərbaycan Dəmir Yolu Muzeyinə. Burada bizi çox gözəl bir bina və miniatürlər qarşılayır. Hansı ki, bura Dəmir Yolu vağzalı və onun keçdiyi kiçik yollardır. Ekranlarda dəmir yolda çəkilən filmlərdən kiçik kadrlar görürsünüz. Eyni zamanda Azərbaycan dəmir yollarına həsr olunmuş bu qısa metrajlı filmdə Azərbaycan dəmir yolları, onun keçdiyi yerlər, ölkələrə səfərləri haqqlarında maraqlı məlumatlar da yer alıb. Tarixə nəzər saldıqda ilk minik növlərindən biri dəmir yolları olmuşdur, yəni qatarlar olmuşdur. Bu, insanların bir ölkədən digər ölkəyə rahatlıqla keçməsinə təmin etmiş, eyni zamanda müharibələrdə çox geniş şəkildə istifadə olunmuşdur. Dəmir yolu qatarları hər biri öz funksiyasını yetəri qədər yerinə yetirirdi. Burada nəinki Azərbaycanın, eyni zamanda müxtəlif ölkələrində dəmir yolları, qatarları nümayiş olunurdu. Hansı ki, onlar kiçik miniatür formada hazırlanmışdı. Eyni zamanda müharibə dövründə də hansı vaqonlardan istifadə olunurdusa, onlar haqqında da məlumatlar, qısa metrajlı filmlər öz yerini almışdı. Muzeyin arxa tərəfində həyət hissədə isə dəmir yolu reysi var idi və bunlar hər biri əsl dəmir yolu reysləri idi. Bu, çox gözəl hissidir. Onları yaxından görmək, incələmək. Burada isə görürsünüz ki, hər bir fərqli vaqonlar, onların xüsusiyyətləri, hansı məqsədlərlə istifadə olunurdu, onlar haqqında məlumatlar və mini versiyaları da muzeydə sərgilənirdi. Burada isə qısa müddətli məni görürsünüz. Gördüyüm bu gözəlliklər, fərqli ab-hava mənə çox gözəl təsir etdi və çox gözəl ilhamlandırdı. Muzeydə eyni zamanda qatarda yer alan səs ucaldıcılar, fərqli texniki cəhətdən olan əşyalar da mövcud idi. Burada isə kiçik bir simulyasyon hazırlanmışdı, hansı ki, sanki qatarın içərisində uzun bir yol gedirsiniz. Çox gözəl idi o isə. Çox bəyəndim. Burada isə məni görürsünüz. Qatarda dəmir yollarında işləyən işçilərin geyimləridir, hansı ki, öz vəzifələrinə görə bunlar ayrılır bir-birindən. Burada isə məktəblilərin dəmir yoluna, qatarlara aid olan əl işlərini görürsünüz. Ümumiyyətlə, bu işlərdə nəinki qatarlar, eyni zamanda insan fəaliyyəti haqqında da kiçik də olsa məlumatlar yer alırdı. Burada isə İlham Əliyevin Dəmir Yolu Muzeyinə etdiyi hədiyyəni görürsünüz. Hansı ki, bu xüsusi şüşə qutu içərisində saxlanılır. Siz də 14 və 19 oktyabrlar arasında bu muzeyi ödənişsiz şəkildə ziyarət edə bilərsiniz. Odur ki, hər birinizə xoş izləmələr.